Salam dostlar, hamınızı xoş gördük. Bu gün sizinlə birlikdə Azərbaycan iş dəftərindən səhifə e, 16, 17 və 18-də olan təşviqləri həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Dinlədiyim mətndə kasettanın hansı hüquqları pozulmuşdur? Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu istinad etməklə fikrini əsaslandırıb yaz. Nümunə 1. Kasetta mehmanxanada xidmətçi işləyir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 28-ci maddəsinə əsasən hər bir uşağın ağır, zərərli, təhlükəli əməkdən və təsirlərdən mühafizə hüququ var. 2. 8 yaşlı kadet məktəbə getmir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunun 22-ci maddəsinə əsasən hər bir uşağın təhsil almaq hüququ vardır. 3. Kaset də valideyn qayğısından məhrum edir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. 4. Ev olmayan kaset işlədiyi mehmanxanada yaşamağa məcbur idi. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Keçək səhifə 17-yə. Keçik səhifə 17-yə. Mətni oxu. Səməd kənddə ən nadinc oğlan idi. Onun əlindən ambutəngə gəlmişdi. Bir adam yox idi ki, Səməd haqqında yaxşı söz desin. Bu qardaş Elşəni çox narahat edirdi. Bir gün Elşən iri bir vərəqə davranış qaydalarını yazdı. Həmin vərəqi Səmədin otağının divarına yapışdırdı. Məktəbdən qayıdan Səməd divardakı vərəqi gördü və oxumağa başladı. Səncə vərəqdə nə yazılmışdı? Düşündüyünü yaz. Hamı bir-biri ilə mehriban olmalıydı. Məsələn, yaza bilərik. Hamı bir-biri ilə mehriban olmalıdır. Dərslərə yaxşı qulaq asmaq lazımdır. Müəllimə qulaq asmaq lazımdır. Müəllimə hörmət eləmək lazımdır və s. belə yazmaq olar. 5. Şəkilləri bax, kompüter otağında tələb olunan davranış qaydalarını tərtib et. Açar sözlər, klaviatur, elektrik yuvası, naqillər, qadağan işarəsi. Naqillərə və elektrik yuvasına icazəsiz toxunmaq olmaz. Klaviaturaya su tökmək olmaz. Kompüter otağına yemək, və s. əşyalar gətirmək olmaz. Keçək səhifə 18-ə. Keçdik səhifə 18-ə. 4 tapşırıqda deyir ki, sözlərin düzgün yazılışını müəyyən et və uyğun yerlərə yazmaqla cümlələri tamamla. 1. Bu il məktəbdə müasir, dediyim kimi yazın. Müasir istilik sistemi quraşdırılıb. 2. Zəlzələ dağıdıcı təbiət hadisələrindən biridir. 2. Dialoq 2 və daha çox insan arasında olan söhbətdir. 4. Radio informasiya vasitəsidir. Bəyər sütunda səhv yazılmış sözü dairəyə al. Mətəl, elan, təəccüb. Elan, 2-dən yox, 1-dən olmalıydı. Camaat, inşaat, məna. Təsir, maaş, təəssüf. Təsir. Yanlış yazılmış sözləri düzəldərək cümlələri yenidən yaz. Anası Naibəni müayinə üçün xəstəxanaya apardı. Düzgünü belə olmalıdır. Anası Naibə yox, Naibə. Anası Naibəni müayinə üçün xəstəxanaya apardı. Faiq stadionda futbol oyununa tamaşa edirdi. Faiq stadionda futbol oyununa tamaşa edilirdi. Səidə balaca qardaşını təəccüblə süzdü. Səidə balaca qardaşını 2 dənə təəccüblə 2 dənə də üblə süzdü. Sadət uşaqları həyətdə oynamağa çağırdı. Sadət yox, səadət. Uşaqları həyətdə oynamağa çağırdı. Verilmiş izahlara uyğun varlıq adlarını yaz.
60 dəqiqədən ibarət vaxt ölçüsü saat 2 dənə. Su heyvanlarını saxlamaq üçün şüşə qab, akvarium. Şeir müəllifi, şair. Belə dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.